Götürə bilərsiniz xanım. Sizin müayinəniz bitdi. Bir sual verim sizə. Qalxanvari vəzdə hər hansı bir dəyişiklik yoxdur sizdə? Biraz hormonlarda problem var. Hardan bildiniz doktor? Siz bu oftalmologiyada irdə diaqnostika deyilir. Onunla müəyyənləşdirdim. Diaqnostika ümumiyyətlə gözün güzəlik işarəsine baxanda orada olan, bədəndə olan müəyyən dəyişikliklərin orada öz əks olunur. Hekayə 1860-cı illərdə bir Macar həkim Peçeli adında və bir yaralı bayquşla başladı. Həkim yaralı bayquşun gözündə qara bir xəttin olduğunu gördü və bayquşun müalicəsi, sağalması getdikcə həmin o xəttin itməyini müşahidə etdi. Və bununla da irdə diaqnostika deyilən bir sahənin əsası qoydu. Sonrakı alimlər də, Rus və Alman alimləri daha da bu sahəni inkişaf etdirdilər və gözün bir xəritəsini müəyyən etdilər. İrdə diaqnostika sanki gözün, bədənin bir QR kodudur ki, gözdə gizli olaraq saxlanılır. Bununla biz diaqnostika hər hansı bir xəstəliyə qoymuruq. Amma həmin nahiyənin orqanlarının xəstəliklərinin ilkin olaraq müşahidə edirik. İrdə diaqnostika son zamanlar çox yayılıb dünyada və biz də ondan bəzən istifadə edirik. İrdə diaqnostika gözün və bədənin xəstəliklərinin sakit, ağrısız və maraqlı bir müşahidə olunma üsuludur. Sizin sağlamlığınız bizim məqsədimizdir.